10-cu sinifdəykən bəzi şeylər vardı ki, həqiqətən də onları etmək mənə kömək oldu. Bu videoda 10-cu sinif boyunca etdiklərim mənə bu il buraxılış və ya blok imtahanda, yəni hal-hazırda oxuduğum 11-ci sinifdə fayda gətirən vərdişlər haqqında danışacağam. Və videoya keçməzdən öncə bunu da xahiş edirəm, əlində bir dəftərin və bir qələmin olsun, maddələri dedikcə lazımlı olanları özün üçün not et. Kanalıma xoş gəldin. İlk öncə bunu unutmamalısan. Bu ilin yay tətili çox böyük mahiyyət daşıyır. Yəni 10-cu sinifdən 11-ci sinifə keçən zaman yay tətilini nə qədər yaxşı dəyərləndirə bilsən, nə qədər yaxşı əlindən çıxara bilsən, bir o qədər də qazanclı olacaqsan. Necə deyim? Yəni bütün yay tətili dərs oxu deyə nəzərdə tutmuram. Məsəl üçün gündə 1 saat, 2 saat, 2 saat yarım kimi gün ərzində dərs çalışmağa vaxt ayırmalısan. Yəni qısaca desək, dərs çalışmağı unutmamalısan. Yəni necə deyim, biz var ki, bəzi dönəmlərdən keçən zaman yay tətilindən çıxanda əlimiz ruçka belə tuta bilmir. Yəni yazmağa belə öyrəşən zaman istər-istəməz bir zaman keçir. Və bu zaman çalış ki, sən yazı yazmağı belə unutmayasan. Məsələn, günlük atdığın kiçik-kiçik addımların da il sonunda mart ayında verəcəyin buraxılış və iyun ayında verəcəyin blok imtahanında çox bir mahiyyəti var. Ona görə yay tətili boyunca mümkündür ki, sən dərs oxuyasan. Bu səni rəqiblərindən əmin ol ki, 1-0, 2-0, bəlkə də 3-0 qabağa atacaq, əmin ol. İndi bəlkə kiçik-kiçik çalışarsan, böyük çalışarsan, o artıq sənə qalmış bir şeydir. Mən yay tətili ərəfəsində daha çox listening, mətn, Azərbaycan dili, ingilis dili, daha çox necə deyim, buraxılış fənlərinə üstünlük verdim. Çünki bloka daha çox vaxt var idi, buraxılış isə demək olar ki, sentyabrdan bu yana 6 aylıq bir vaxta bərabər idi. Yəni iyunun 15-i mənim hazırlıqlarım bitdikdən sonra mən dərhal bir şəkildə, sürətli bir şəkildə 10-cu sinifdən 11-ci sinifə keçən zaman buraxılış çalışmalarına başladım. Düzdür, çox ağır, çox intensiv çalışmırdım, amma məsələn gündə bir listingim, bir mətnim, Azərbaycanla bir dənə mətnim, 30 dənə sualım, qrammatika sualım, riyaziyyatdan da bir bölmədən təkli cütlü testlərim vardı. O sayədə mən riyaziyyat birinci hissəni də yayda tək başına müəllimsiz bir şəkildə bitirmiş oldum ki, əminəm sən də bitirə biləcəksən. Və blok fənnindən isə biologiyanı, fizikanı daha çox çalışmırdım. Kimyada birinci hissədən gündə 30 dənə test işləyərək mən birinci hissə kimyanı müəllimsiz bir şəkildə, möhtəşəm bir şəkildə bitirə bildim və hətta keçib 30 sualdakı səhvlərimə də baxırdım. Mən sual işləyən zaman 30 sualdakı səhvləri əvvəldən yox, sondan seçirdim. Məsəl üçün, test tutaq ki, 200 sualdır. Mən 1-dən 30-a deyil, 171-dən 200-ə işləyirdim. Çünki sonuncular daha çox qəbul tipli tapşırıq, sınav və modellərdə istifadə edilmiş suallar olduğuna görə sənə daha çox fayda qazandıracaq suallardan olacaqdır. Yəni, məsəl üçün, sən riyaziyyat işləyərsən, informatika işləyərsən, kimya işləyərsən, ona görə çalış sondakı sualları seç. Özün üçün ilk başda o 30 sualı seç. Və bunu da unutma, yay tətili adı üstündə tətil gedir və dincəlmə vaxtıdır. Yəni sən yay tətili boyunca sadəcə dərs oxusan, sentyabrda səni çox böyük bir çöküş gözləyir. Ona görə məsəl üçün deyək ki, çalışdın. Avqustun 15-dən özünə bir ara, özünə bir istirahət ver. Çünki sənin toparlanmağa ehtiyacın var. Qarşıda 11-ci sinif kimi ağır bir ilim var və sən 11-ci sinifə hazır və nazir bir şəkildə girməlisən. Ona görə özünə fasiləyə də vaxt ayır. Ay demə mən disiplinliyəm falan, disiplin falan bir müddət sonra dövrəyə girməyəcək. Yəni necə deyim, əgər sentyabr və oktyabr ayını boş keçirmək istəmirsənsə, yayda özünə 10-15 günlük fasilə verməyin daha yaxşı olacaqdır. Və unutma ki, bu yay tətili 10-cu sinifdən 11-ci sinifə keçdiyin yay tətili böyük bir əhəmiyyət daşıyır və bu yay tətilini dəyişdirmək, bu yay tətilində alacağın qərarlar tamamilə sənin əlindədir. Artıq 11-ci sinifi bitirdim, məsələn, mən bitirəndən sonra artıq rahat-rahat bu il yay tətilini möhtəşəm bir şəkildə dincələ biləcəm. İlin yorğunluğunu gələn ilin yay tətilində də çıxara biləcəksən, o barədə narahatçılığın olmasın. Və necə deyim? Bunu da deyərdim. Yəni 10-cu sinifdən tutaq ki, 11-ci sinifə keçirsənsə, bu alladmacaları da bir yığışdırmaq lazımdır. Məsələn, test köçürmək olsun, nə bilim, sual atmaq olsun. Düzdür, indi açıq etiraf eləyək, hamımız test köçürürük, hamımız sual atırıq. Amma məsələn, test köçürəcəksənsə də, yəni deyək ki, vəziyyət o qədər pisdir, vaxt çatdıra bilmirsən, test köçürəcəksənsə də bu prinsiplə köçür.
Məsəl üçün atıram, Azərbaycandan tutaq ki, 2 dənə bölmə tutacam. Bir axırlardan var, məsəl üçün təyin tamamlıq zərfliyi var. Bir də əvvəldən var, məsələn, fonetika. Sən getdin tutaq ki, fonetikanı oturdun özünü sərbəst şəkildə yazdın, amma təyin tamamlıq zərfliyi köçürdün. Məsələn, halbuki fonetikanı yaxşı bilirdin. Məsələn, necə deyim? Düzdür, köçürməyi hər zaman tövsiyə etmirəm, amma hər zaman çətin mövzunu özün yazmağa çalış. 30 sual da olsa, 20 sual da olsa, 10 sual da olsa çətin mövzunu yaz. Asanı köçürsən də olur, asanı onsuz da bilirsən. Ancaq bu hər zaman köçürəcəm mənasına da gəlmir. Əgər zərurət varsa, vaxt çatdıra bilmirsənsə, hazırlıqların intensivliyi çoxdursa, köçürməyi bir son çarə kimi də düzgün bir şəkildə istifadə etmək sənin yararına olacaqdır. Bu gün 10-cu siniflərə biraz məsləhətlər vermək istədim. Yəni keçən ilin bu vaxtında nələr etdim və mənə bu il nələr də kömək oldu. Biraz vaxtda danışdıq. Müəyyən qədər sualın varsa 10-cu sinifdə oxuyursansa şərhlər qismində mənə yaza bilərsən. Mümkün qədər cavablandırmağa çalışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.